Salam, hər vaxtınız xeyir olsun əziz 11-ci sinif şagirdləri. Mən Araz müəllim. Bu gün sizlərə 2025-ci il 5 oktyabr tarixində OTK-nın təşkil etdiyi sınaq imtahanından riyaziyyat sorularını izah etməyə çalışacağam. Videoya başlamazdan əvvəl videoyu bəyənib abunə olmağı unutmayasınız. Birinci suala başlayırıq. Birinci sual belədir. A-nın hansı ən kiçik tam qiymətində A vurulmuş 0 tam sürətdə onda 1 dövrdə 3, məxrəcdə 1 üstəlik 0,3 ifadəsinin qiyməti natural olar. Əvvəlcə biz bu kəsin sürətini həll etməyə çalışaq. Dövrü onluq kəsidir. Qarışıq dövrü onluq kəsir kəsə çevirək. 90-da 11 çıxaq, yəni 13 çıxaq 1, məxrəcdə 1 üstə gələk, 9-da 3 yaza bilərik, bərabərdir. Sürətdə 90-da 12 eləyər, məxrəcdə isə 9-da 12. Xıçaları aparsaq, buranı 12-lər xıça gedər, cavab qalar 9-da 1, vuraq bir də A var. İndi bizə A-nın hansı ən kiçik tam qiymətində bu ifadənin qiyməti natural olar. Bilirik ki, natural ədəd olması üçün A-ya elə bir ədəd verməliyik ki, 9 ilə tam ixtisar olunsun. A da 9 olar. Yəni cavab A variantı. İkinci, yəni 32-ci suala baxırıq. Məhsul deyir 40% gəlirlə 560 manata satılır. 40% gəlir deyirsə, yadda saxlayın ki, 100 üstə gələ 40, yəni 140% ilə satılmışdır. 140%imiz 560 manatdır. 20% ziyan deyirsə, ümumiyyətlə maya dəyəri 100%-dir. 20% ziyan deyirsə 100-dən 20 çıxarıq. 80%imiz də X. Tənasib kimi həll etsək. Sürətdə 560 vuraq 80, məxrəcdə 140. 140-ın özünə əksir aparsaq, 4 qalar, 4-də 80-ə vursaq, 320 manat. Yəni cavab A variantı. Üçüncü suala baxırıq uşaqlar. ABC üçbucağında BY tənböləndir. BD 4 verilmişdir. E medianların kəşmə nöqtəsi. Biz bilirik ki, AD mediandır və kəşmə nöqtəsində bilirik ki, 2-nin 1-ə nisbətində bölünür. 2x yaza bilərik. Bizdən AB-ni soruşur. Bizdə düstur belədir. Tənbölənin xassiyəsi var. BA-nın nisbəti BD-yə bərabərdir. AE-nin də nisbəti ED-yə. Deməli, BA bizdə verilmədiyinə görə BA olduğu kimi qalsın. BD 4-dür, bərabərdir. AE 2x-in x-a. Buradan x-ları ata bilərik. Onda tənasib kimi çarpaz vursaq BA bərabərdir olar 8. Deməli, cavab 8 olar. Yəni A variantı. Dördüncü suala baxırıq. Eyni məntəqədən eyni anda hərəkətə başlayan iki avtobusdan birincisi 36 dəqiqədən 1, ikincisi isə 40 dəqiqədən 1 çıxdıqları məntəqədə olurlar. Ən az neçə dəqiqədən sonra hər iki avtobus eyni məntəqədə olar. Şöyle bu test toplusunda olan sualdandır. Əkyob tapmalıyıq. 36 və 40-ın əkyobunu taparıq. Deməli, əkyobda da biz belə bir qayda var. Ortaq vurğu əkyob işarəsi xaricinə çıxarda bilərik. Hər ikisindən 4-ü çıxardaq. 4-ü çıxarsaq onda olur əkyob 9 və 10. O da bərabər 4 vuraq 9 və 10 ardıcıl natural ədədlərdir. Onların da əkyobu onların hasilinə bərabərdir. Yəni 9 vuraq 10 o da eləyər 360. Cavab A variantı. 5-ci suala baxaq. Sürətdə Z üstə gələk 3y, məxrəcdə 4z bərabər 2 olarsa, bu ifadənin qiymətini tapın. Biz çarpaz olaraq vursaq, deməli bu 2-nin məxrəci 1-də uşaqlar. Onda Z üstə gələk 3y bərabərdir. 2-də 4z-ə vursaq 8z-ə. Buradan alarıq 3y bərabər 8z-dən 1z çıxsaq 7z. Onda biz bir yaza bilərik. Y-ə 7k verək. Z-ə isə 3k verə bilərik. Bizə nə soruşur? Bizdən soruşur ki, Z üstə gələk Y, Z çıxaq Y nisbətini tapın. Biz Z-in yerinə 3k yazdıq. Y-in yerinə isə 7k dedik. Məxrəcdə də eyni qaydanın 3k çıxaq 7k.
bərabər sürətli eləyər 10K, məxrəcdə eləyər -4K. İxtisar aparsaq, -2-də 5 eləyər. Yəni cavab D variantı. 6-cı suala baxırıq. Düzbucaqlı üçbucaqlı uşaqlar. Birəm düzbucaqlı üçbucağı çəkən. Deyir ki, düzbucaqlı üçbucağın iti bucaqlarından biri 32 dərəcə, biri 32 dərəcə. Bizdən digər iti bucağı soruşur. Biz bilirik ki, düzbucaqlı üçbucağın iti bucaqlarının cəmi 90 dərəcəyə bərabərdir. X-ə bərabər 90-dan da 32 çıxsaq, cavab eləyər 58 dərəcə. Yəni C variantı. 37-ci, yəni 7-ci suala baxırıq. 8 ədədin ədəd ortası 18-dir. Bu ədədlər arasından ədəd ortası 13 olan 3 ədədi çıxdıqdan sonra qalan ədədlərin cəmini tapın. Deməli uşaqlar, bizdə 8 dənə ədəddir. X1, X2, bir də olsun X8. Bunların ədəd ortası deyirsə bölməliyik 8-ə. Bu 18-ə bərabərdir. Biz buradan tənasüb kimi çarpaz vursaq, həmin 8 ədədin cəmini alarıq 144. Bu ədədlər arasından ədəd ortası 13 olan 3 ədədi çıxdıqdan sonra, deyir, indi 3 dənə deyir, ədədin ədəd ortası da deyir bunlardan. Mesela X1, X2, X3. Bunların deyir, ədəd ortası deyir 13'dür. Onda burada yenə çarpaz vursaq, X1 üstələ X2 üstələ X3 bərabər də 39 da buradan alarıq. Bizə nə soruşur? Qalan ədədlərin cəmini soruşur. Yəni biz bu iki tənliyi tərəfə çıxsaq qalanlar olacaq. Yəni bizdə qalanlar olacaqdır. X1'lər silah olacaq, X2'lər silah olacaq. Burada X3 var, ora gedəcək. Qalar X4 üstələ X5 üstələ X6 üstələ X7 üstələ X8 alarıq. Bunların da cəmi deməli 144'dən 39 çıxarıq da. 5, burada da 13'dən 3 çıxsaq 0, 1. Cavab eləyər 105 uşaqlar. Yəni B variantı. Davam edirik. Deməli deyir ki, kəsişməsi boş olmayan A və B çoxluqları üçün, deməli uşaqlar, kəsişməsi deyir boş çoxluq olmasın. A çoxluğunun elementlərinin sayına 10 verib, B çoxluğunun elementlərinin sayına 8 verib. Bizdə birləşmənin deyir ən çoxu neçə elementi olar? Birləşmənin. A ilə B-nin birləşməsi elementlərin sayının ən çox neçə olar? Elə dairələr çəkək bir dənə. Bir dənə sərgəl çəkək. Deməli belə olsun. A və B. Deməli bizə deyir ki, kəsişməsi boş çoxluq olmasın. Onda uşaqlar, A ilə B-nin birləşməsinin ən çox olması üçün kəsişməyə ən az ədəd verməliyik. Ən az da boş çoxluq olmadan 1 verməliyik. Bizdə A-nın elementlərinin sayı 10'dursa, onda A-nın B-yə fərqi burada 9 olar. B-nin elementlərinin sayı 8-sində B-nin A-ya fərqi burada olar 7. Bizdə də birləşməsini soruşur. Ən çox olar 9 üstələ 1 üstələ 7 17 olar. Yəni C variantı. 9-cu suala baxırıq. Deməli, biz əvvəlcə bunu moduldan çıxartmalıyıq. Baxaq ki, modulun içərisinin işarəsi nədir? Baxırıq ki, bura mənfidir. Çünki kökdəkidən təqrib 1.4 çıxsaq, 5 çıxsaq mənfi ilə. Deməli, uşaqlar, onda bizdə bunu açarkən qarşıya bir mənfi yazmalıyıq. Mənfi kökdəki çıxaq 5 yazmalıyıq. Bu mötərizi də açsaq 5 çıxaq kökdəki eləyər. Bu da təqribi kök çıxartmalıyıq. 5 çıxaq kökdəkidən təqrib 1.4 çıxarda bilərik. 3 onda 6 eləyər. Bunun da tam hissəsi göründüyü kimi 3'dür. Yəni D variantı. Növbəti suala baxırıq. Ədədlərini müqayisə edin. Bunu müqayisə etmək üçün də rahat bir üsul var. Bunu 3 tam 4, 4, 4, 4 belə yaza bilərik. B-ni isə 3 tam 13, 13 bu şəkildə davam edə bilərik. C-ni isə 3 tam 20, 20 bu şəkildə yaza bilərik. Bunlar üçün cari kəsə çevirməyə ehtiyac yoxdur. İstəsəz burada bir dənə 4'ün də birini artıra bilərik. Belə. İndi baxırıq ki, burada ən böyüyümüz asıdır. Görürük tamlar yenidir. 10'da 1'dən sonra 10'da 1 deməli A hamısından böyükdür. Sonra C, sonra B. Deməli ən kiçiyi B'dir.
sonra C'dir, sonra A. B kiçikdir C, kiçikdir A. Yəni A variantı. 41-ə baxırıq. A və B sadə ədədləri üçün 2A + 3B = 13 olarsa, A + B cəmini tapın. Deyir sadə ədədlər. Bizə sadə ədədlər hansılardır uşaqlar? Sadə ədədləri təbii ki, böyük ola bilməz, çünki cəmi 13-dür. Sadə ədədlər 2-dir, 3-dür, 5-dir. Bunlardan götürmək lazımdır. Heç 7-yə də yetişir. Bu üçündən seçmək lazımdır. Baxaq görək hansılar olar. Deməli, B-yə 2, 3 versək, B-yə 3 versək, bax, B-yə 3 versək, onda bura 9 eləyər. Onda A1 eləməlidir. A da 2 eləyər, bəli. A da 2 eləyər. Çünki 1 sadə deyil axı. 4 eləyir də belə. Deməli, A2, B3 olarsa, cəm 13 eləyər. Bizdən də A + B cəmini soruşur, cavab 5. Yəni, A variantı. Növbəti suala baxırıq. 6 metrin kvadratı xalça 9 günə toxunur. Deməli, 6 metrin kvadratı toxunur 9 günə. Eyni məhsuldarlıq 8 metrin kvadratı xalça neçə günə toxunar? Tənasibdir. Rahat bir sualdır. 8 vuraq 9, məxrəcdə də 6 yazsaq, ixtisar aparsaq, 3-ə burada 2, burada 3 qalar, burada 4 qalar, cavab eləyər 12. Yəni, C variantı. 43-ə baxaq, qarşılıqlı bucaqlardan biri 2x + 4, digər 3x çıxar 18 olar, 8-i tapın. Nədir qarşılıqlı bucaqlar? Qarşılıqlı bucaqlar biz bilirik ki, bir-birinə bərabərdir. 2x + 4 bura, 3x çıxar 18 bura. Ona görə biz bunları bərabər götürə bilərik. 3x çıxar 18 bərabərdir 2x + 4-ə, x də bərabərdir 22-yə. Yəni, E variantı. Növbəti suala baxırıq. İpin uzunluğunun deyir 4/1 hissəsinin qədər kəsikdə ipin orta nöqtəsi 6 sm yer dəyişir. Bizə ip çəkək, yəni parça çəkək də. Bunun ümumi uzunluğu bizdə A-dır. Bunun orta nöqtəsi O-dur. Onda bura A / 2, burada A / 2 olur. İndi nə deyir? Deyir 4/1 hissəsi qədər kəsək. Yəni, parça biraz kiçildi. Oldu, onda 4/1 qədər kəsdiksə 4/3 qaldı. 4/3 qaldı. Bunun da orta nöqtəsi onda olar. 4/3-ün yarısı 8/3A. Burada misal O2 yazaq. Bunu O1, bunu O2 yazaq. Burada 8/3A. Bizə deyir ki, parçanın orta nöqtəsi 6 sm yer dəyişdi. Yəni, 6 sm kiçildi. Orta nöqtəsindən sağdakı hissi götürsək misal üçün. Yəni, parçanın ortası yarısı 6 sm kiçildi demək istəyir. Yəni, onda A / 2-dən çıxmalıyıq biz. 8/3-anı bərabər götürməliyik 6-ya. Buradan da hər tərəfi 8-ə vuraq kəsrən zəd eləyək. 4-a çıxaq 3-a bərabərdir 48. Aya da alarıq elə 48-in özünü. Cavab 48. 45-ə baxaq. Deyir ki, A bərabərdir MNK çoxluğun alt çoxlarının sayını tapın. Alt çoxlarının sayı uşaqlar 2 üstü N ilə gedir də. Burada N-də elementlərin sayı, yəni 3 dənə element var. Ona görə 2-nin üstündə 3, o da eləyər 8. Növbəti suala baxın. Natural ədədi 4, 5, 6 nisbətə 3 hissəyə böldülər. Yəni, birinci hissə, ikinci hissə, üçüncü hissə, bir də cəm yaza bilərik. Deməli, 4K, 5K, 6K nisbətində bölünürsə, onda ümumi natural ədədini özü eləyər. Bunları toplasa 15K. Nə deyir? Alınan ən böyük ədəd bu ədədin neçə faizdir? Alınan ən böyük ədəd 6K-dır. Yəni, 6K 15K-ya faiz nisbətini soruşur. 6K-yı 15-ə bölüb 100-ə vurmalıyıq. Buradan kalar ixtisar gedir onsuz da. Deməli, 6K-nın 15K 3-ə ixtisar aparsaq, burada 5, burada 2 qalar. Burada da qalar 20. 20 də 2-ə vursaq 40%. 47-yə baxalım. Deyir ki, 1 bölək A + 1 bölək B bərabər 5 olarsa, bu ifadənin qiymətini tapın. Əvvəlcə biz bura əkop tapalım. Bunlara əkop AB-dir. Sürətli ilə B sürəyə bərabərdir 5-ə. İndi bu ikinci hissəyi sadələşdirəyəm. Burada da yenə ortaq məxrəc AB-dir. B vurular A + 2-yə. Çıxılar A vuraq 6, B çıxaq 2-yə. Bərabərdir.
Məxrəc olduğu kimi sürəti vuraq açağım. AB üstəgələk 2B çıxaq 6AB üstəgələk 2A olur. Bərabərdir. Sürətdə biz alarıq. Deməli 2B üstəgələk 2A çıxaq 6AB. Yox, üzr istəyirəm. 6AB-dən AB çıxsaq çalar 5AB. Mənfi 5AB, məxrəcdə də AB alarıq. Bərabərdir. İndi bax, biz bu birinci ifadədən bunu çarpaz vursaq, A üstəgələk B alarıq, 5AB. Biz birinci, bax bu iki ifadədən 2 mörtəzə xaricdən çıxarsaq, 2 vuraq B üstəgələk A, çıxaq 5AB bölək AB yazsaq, A üstəgələk B-nin əvəzinə 5AB yazsaq, 2-yə vursaq 10AB, çıxaq 5AB bölək AB-yə. 10AB-dən 5AB çıxsaq 5AB bölək AB ixtisar getsə cavab eləyər 5. Növbəti suala baxaq. ABC düzbucaqlı üçbucağında AC CB-yə perpendikulyar, yəni düzbucaqlı üçbucaqdır. AB hipotenuzu 20-dir. AC hipotenuzu 12-dir. AD bizdə tənböləndir. Bizdə CD parçasının uzunluğunu soruşur. Əvvəlcə biz CB-nin uzunluğunu tapmalıyıq. Pifagor teoreminə görə katetlərin kvadratları cəmi hipotenuzun kvadratına bərabərdir. Yəni x kvadrat bərabər 400 çıxaq 144. X kvadratı bərabərdir 256. X almış olarıq 16. Deməli biz ümumilikdə 16 aldıq bura. Onda biz bura y, bura 16 çıxaq y yaza bilərik. Tənbölənin xassiyyətinə görə 12-nin y-ə nisbəti bərabərdir 20-nin 16 çıxaq y-ə nisbətinə yaza bilərik. 12-dən 20-yi hər tərəfi 4-ə sıraparsaq, burada 3, burada 5 qalar. Çarpaz vurarıqsa 5y bərabərdir. 3-ü də vurarıq 16 çıxaq y-ə. 48 çıxaq 3y. 8y bərabərdir 48. Y-ə də alarıq 6. Bizdən də CD-ni soruşurdu. Elə cavab 6 olar. Növbəti suala baxaq. Bostanın 5-dəki hissəsinə pomidor, bax yazan pomidor 4-də 1 hissəsi, 5-dəki hissəsidir. Yəni 5-dəki x yaza bilərik. Xiyara deməli 4-də 1 hissəsidir. Qalan 140 metrin kvadrat hissəsinin isə badımcandır. 140 olsun. Bir də cəm olsun. Yox, cəm ümumilikdə x idi. Bostanın ümumi sayısını tapın. Elə biz buradan tənlik də qura bilərik. Baxın, bu üçünün cəmi x-ə bərabər olmalıdır. Orta məxrəc cəhətçi 5-dəki ilə 4-də 1-ə 20-dir. Deməli, 20-yi 5-ə bölsək 4, 2-yə vursaq 8x, üstə elək. Burada 5x eləyər. Üstə elək 140 bərabərdir x-a. 20-də 13x üstə elək 140 bərabərdir x-a. 140 bərabərdir. Deməli, x-dən 20-də 13-ü çıxsaq eləyər 20-də 7x. X-də bərabərdir. 140-ı bölərik 20-də 7-yə, yəni tərsinə vurarıq. İxtisar getsə x-ə də alarıq 400. 28 nəfərlik qrupda olan şagirdlərdən 10 ingilis dili, 14 rus dili, 8 şagird isə bu dillərdən heç birini bilmir. Uşaqlar, heç birini bilmirsə də 28-dən biz 8-i çıxarıq, yerdə qalar 20. Bunun üzərində həlləməliyik. İndi biz bir dairə çəkən, yəni Euler dairələrini çəkən ingilis yazaq, bir də rus yazaq. Bizə deyir, neçə şagird hər ikisi dili öyrənir. Bilmədiyimizə görə ona x yazırıq, orta adı bilirik, kəsişməsi. Onda 10 ingilis olduğuna görə onların fərqinə bu tərəfə 10 çıxaq x yazmalıyıq. 14-ü rus dediyinə görə burada 14 çıxaq x yazmalıyıq. Bunların cəmini də 20-yə bərabər götürməliyik. 10 çıx x, üstə gələk x, üstə gələk 14 çıx x bərabərdir 20-yə. X-lərdən bu ikisi silah olsun. 24 çıxa x bərabərdir 20-yə. X-ə dalarıq 4. Bəli, 4-ü hər ikisi dili öyrənir. Növbəti suala baxaq. AB BC-yə 17-yə bərabərdir. Yəni, bərabər yanlış bucaqdır. DC 21-dir.
AD 9'dur. Bizdən BD-ni soruşur. BD-ni. Mən buradan şöyle bir dənə hündürlük çəkərəm. Biz bilirik ki, hündürlük həm də bərabərinin üstü həm də mediandır. Bizə ümumilikdə AC-nin uzunluğu neçədir uşaqlar? 30'dur. 30 olduğuna görə belə bir K yazsaq 15 bu hissəyə düşər. 15 AK-ya düşər. 15-dən 9'u çıxsa 6 da bura düşər. Əvvəlcə Pifagorla, yəni BKS eşitbucağından x-i taparıq. X kvadrat üstəlik 15'in kvadratı bərabərdir 17'nin kvadratı. X kvadrat bərabər 289'dan biz çıxarıq 225'i. X kvadratına 64. X'a 8 almış olarıq. Onda yenidən burada bir y yazsaq, yenidən Pifagor teoremini tətbiq edək. 6'ın kvadratı ilə 8'in kvadratı bərabərdir y-in kvadratı. İlkə də birbaşa yazıram 10. Növbəti suala baxaq. ABC düzbucaqlı üçbucağında AC CB perpendikulyardır. Sinus beta 4'ün 5'ədir. Yəni sinus beta, buraya bir beta yazsaq 4 bölək 5'dir. Biz bilirik ki, sinusun tərifi nədir? Qarşıda duran katetin hipotenuza nisbəti. Yəni bura bizdə 4x-dir. Bura bizdə 5x-dir. Onda 5x 15'ə bərabərdir. Bax buradan görərik. 5x 15'ə bərabər gördük də. O nə demək? X 3 imiş. X 3 imişsə bura 12 olar. Bura 15, bura 12 ilə Pifagorla buraya da bir y yazıq, tətbiq eləsək 12'nin kvadratı üstələk y-in kvadrat bərabərdir 15'in kvadratına. Y kvadrat bərabər 225'dən çıxarıq 144'ü y kvadratına 81 alarıq. Bir kəd alarıq 9. Bəli, burada oldu 9. Növbəti suala baxırıq. Məhlulda olan duzun miqdarını 10% artırıb suyun miqdarını 30% azaltdıqda məhlulun ümumi miqdarı dəyişmir. Bax yazalım. Duz, su, bir də məhlul. Duza x yazaq, su y olar. Məhlul da bunların qarışığıdır bilirik. Nə deyir indi? Duzun miqdarını 10% artır. X 10% artırdıqda bilirik ki 110%, yəni 1,1x. Suyun miqdarını 30% azalt. Y-in 30%'i 0,3 y ilə o çıxsaq da 0,7 y. Bunda məhlul olaraq 1,1x üstə gələk 0,7 y. Deyir, məhlulun qiyməti dəyişmədi, miqdarı dəyişmədi. Onda əvvəlcə də x plus y idi. Sonra da 1,1x üstə 0,7 y oldu. Dəyişmədi deyirsə, bunları bərabər götürürük. Y-ləri bərabərin sol tərəfinə keçirsək, baxın, sol tərəfə keçirsək, y-dən 0,7 y çıxsa 0,3 y. X-dan da 1x-dan da x çıxsaq 0,1x. Hər tərəfi 10'a vurağın uşaqlar. Onda alarıq nə? 3y bərabər x. Belə çıxdı ki, x 3y-ə bərabərdir. Deməli, bizdə nə deyir? Əvvəlcə məhlulun duzluluğu neçə faizdir? Əvvəlcə məhlulun duzluluğunu soruşur. Duzluluğu tapmaq üçün biz duzluluğu ümumi məhlula bölməliyik. Məhlula bölüb 100'ə vurmalıyıq. Yəni, baxın, bunu tapmalıyıq biz. Burada da x olduğu için qalsın. Burada x-in ya da uşaqlar x-i yenə biz 3y yazmalıyıq. Sürətli olar 3y. Mərəkdəki bax bu x-i yenə 3y yazsaq 1y burada toplasaq 4y vuraq 100. Bu da ixtisar getsə y-lər gedir. 4 ilə də vuraq ixtisar getsə 25. 3'ə də vursaq 75%. Cavab 75%'dir. Növbəti suala baxırıq. Deməli nə deyir burada? AF paraleldir. AF haradır? AF. Hə, bura paraleldir C'yə. O da sonra BC də deyir. BC bura paraleldir DF-ə. Sonra deyir BAF 110 dərəcədir. Bax, bura 110 dərəcədir uşaqlar. AFD haradır? Bura bizdə 30 dərəcədir. Bizdən ABC üçbucağını soruşur. Bizdən bax bu balaca üçbucağı soruşur. Bucağı soruşur. Deməli AF ilə CY paraleldirsə də və DF görür kəsəndir. Onda bura daxili çarpaz bucaqlar kimi göstərək. Bura 30'dur. Bunun qonşusu bucaq oldu 150 dərəcə. Onda burada 150'dir. Deməli mən BC-ni uzadıram uşaqlar. Baxın. Bu şəkildə uzatdım. Bizə deyir ki, baxın bu anam, bax bu paraleldirlər. Paraleldirlər. Onda
Bizə də eyni zamanda da bax belə bir M yazım. MF ilə də CD paraleldir. Bura paraleldir. Onda burada paralelogram yarandı artıq. Baxın, bax bu bizdə paralelogram yarandı. Paralelogramda qarşı bucaqlar bərabərdir. Bura 30-sa burada 30-dur. Bura 150-dirsə, bax burada 150-dir. Bu ikisi bərabər. Qarşı bucaqlar bərabər olaraq. Ona burada 30-dur. Və ya çarpaz bucaq kimi də baxa bilərdik. Bizə də üçbucaq yarandı. Üçbucağın da daxili bucaqların cəmi 180 dərəcə olduğuna görə x üstə ilə 110 üstə ilə 30 dərəcə bərabər 180-ə. X də bərabərdir. 180-ə 140 çıxacaq. 40 dərəcə almış olarıq. Növbəti suala baxırıq. A və B vahiddən fərqli, deməli, vahiddən fərqli qarşılıqlı sadə ədədlərdir. Deyir, əbob 3x çıxaq 11-dir. Uşaqlar, biz bilirik ki, qarşılıqlı sadə ədədlərin əbobu 1-ə bərabər. Deməli, onda 3x çıxaq 11 1-ə bərabər imiş. 3x bərabərdir 12-yə, x aldıq 4. Bu belə. Sonra nədir? Əkob. Bizə bilirik ki, əkob uşaqlar onların hasilinə bərabərdir. Yəni, A vuraq B bərabərdir 2x üstəlik 4-ə. Onda A vuraq B bərabərdir. Biz x-i də taxmışaq. Burada yerinə yazsaq 12 eləyər. 8-dir. 4 və 2 8 üstələ 4 gəlsək 12 eləyir də uşaqlar. Deməli, hasili 12 olsun. Və A və B qarşılıqlı sadə ədədlər olsun. A və B qarşılıqlı sadə ədədlər olsun. Hasil də 12 olsun. Deməli, orada hasil ədədlər olar. Elə 4 və 3-dür də. 4 və 3. Qarşılıqlı sadə ədədlərdir. Hasil də 12-yə bərabərdir. Bizə də A üstəlik B cəmini soruşur. Cavab 7. Bəli, cavab 7-dir uşaqlar. Uşaqlar, sağ olun. Növbəti videolarda görüşənə kimi təşəkkür edirəm izlədiyiniz üçün. Zəhmət olmasa kanala abunə olub bəyənəsiniz.